5 noyabr 2025-ci ildir və həftənin çərşənbə günü dəyərli izləyicilər, Ramiz Mehdiyev cəbhəsindən yeni bir xəbər. Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərini niyə geri götürüblər? Yeni detallar çıxıb ortaya. Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətindən imtina edib. Qafqaz İnfo xəbər verir ki, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib. Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib. Boz kardinalın hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri verilmişdir. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər isə cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir. Mübahisələndirilən sənədlər arasında Səbail rayon məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat, texniki tədbirlərin keçirilməsinə icazə verilmişdir. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, Şərq-Qərb nəşriyyatında və digər ünvanlarda axtarış tədbirlərinin aparılması həyata keçirilib. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir. Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha 2 vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan Prezident Administrasiyasının sabiq əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyası katibliyinin rəisi olub. Faktiki olaraq Amiyadakı prosesləri Ramiz Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib. Proseslər isə bundan sonra daha da sürətlənib, dəyərli izləyicilər.